Hemoroidal xəstəlik, yəni babasil, anus ətrafındakı damarların genişləməsi və şişməsi halıdır. Hemoroidal xəstəliyin əsas səbəbləri uzun müddət oturaq həyat tərzi keçirmək, güclənərək defekasiya akt etmək, tualetdə uzun müddət vaxt keçirilməsi, qadınlarda hamiləlik sonrası dönəmlərdə və əsasən də irsi bir meyllilik sonrası görülə bilir. Hemoroidal xəstəliyin iki əsas tipi vardır: daxil və xarici hemoroidlər. Müalicəsi də xəstəliyin tipinə və evrələrinə görə qərar verilir. Adətən birinci, ikinci evrələrdə sadəcə olaraq həyat tərzinin dəyişdirilməsi, qida rasionunun düzəldilməsi, bol lifli və bol maye qəbulu hemoroidal xəstəliyin düzəlməsinə köməklik edə bilər. İkinci, üçüncü evrə hemoroidlərin müalicəsində isə həm cərrahi, həm də digər minimal invaziv metodlar istifadə edilə bilər. Bunlardan ən məşhur olanı hal-hazırda günümüzdə də istifadə olunan lazer müalicəsidir. Üçüncü və dördüncü evrə hemoroidlərdə isə artıq digər müalicə üsullarının faydası çox azaldığı üçün cərrahi məsləhət görülür.